Salam hörmətli dinləyicilər, hörmətli kənd adamları, kənd təsərrüfatı məhsulları istehsal edən bizim kəndçilərimiz. Bu mənim sizinlə ikinci görüşümdür. Birinci görüşümdə ümumiyyətcə kənddə kənd təsərrüfatı məhsullarının istehsalına ümumi nəzər diqqət yetirmişdik. Bu sahədə olan çətinliklər barədə az da olsa sizinlə söhbət etmişdim. Bu sizin qarşınıza çıxmaq, sizinlə görüşmək, nə məqsədlə, nə məramla çalışmışdım ki, onu çatdırım. Həmən ki, məqsədin məramı davam olaraq bugün də sizinlə görüşə gəlmişəm. Kənd təsərrüfatı məhsullarının istehsalı böyük bir mövzu olduğundan mən çalışacağım ki, hər bir görüşümüz bir 10 dəqiqə çəksin. Mən sizi yormayım və hər dəfədə kənd adamını düşündürən, onun çəkdiyi çətinlikləri masa üzərinə qoymaq mümkün olan sahələrə toxunum, öz fikirlərimi bildirim. Mənim yaşımda olan Azərbaycan vətəndaşlarının əksəriyyətini torpaq özünə bağlayıb. Biz gözümüzü açıb torpaq görmüşük. Mən anadan olduğum tarixdən indiyə qədər kənddə qeydiyyatdayam, kənddə yaşayıram. Harada işləməyimdən asılı olmayaraq, kənd adamının çəkdiyi əziyyətlər, hamısı onu özüm mən içimdə yaşamışam və bugün də yaşamaqdayam. Özümün belə deyək ki, bir hektar yarıma yaxın mobil təsərrüfatım var. Müxtəlif kənd təsərrüfatı məhsulları əkirəm. Məhsulu yetişdirmək üçün hansı xərclər, hansı çətinliklər var, bilavasitə mən onların içərisindəyəm. Ona görə onun mənə nəyisə izaha ehtiyacı yoxdur. Və bu baxımdan mən istəyirəm ki, mənim bildiklərimi, mənim təsir eləyə bildiyim tərəfləri sizə çatdırım. Bir daha qayıdıram o fikrə ki, kənd adamının doğrudan da qayğıları çoxdur. Torpaqdan əl də çəkə bilmir, amma açıq deyək, bugün torpaq kənd adamını həm də yaşatmır. Yəni, onun heç olmasa minimum xərclərini ödəyə bilmir. Orta hesabla bir ailəyə torpaq payı olaraq düşür, tutaq ki, 1 hektar, 2 hektar torpaq sahəsi, mən Zaqatalanı nəzərdə tuturam. Yəni, bu torpaq sahəsi ilə bir ailənin minimum tələbatını ödəmək qeyri-mümkündür. Yəni, indiki şəraitdə. Yəni, Sovetin dövründə bu mümkün idi, amma bugünkü gün mümkün deyil. Mən qayıdıram fındıq istehsalı sahəsinə. Bu sahədə olan çətinliklər barədə bir daha öz fikirlərimi bildirəcəm və sizə deməli, məsləhətlərim, tövsiyələrim nədir onu deyəsiyəm. Əgər mənlə barışmayan tərəflər olarsa, xahiş edirəm, telefonumu da indi deyirəm 050 321 33 64. Bu mənim həm də WhatsApp nömrəmdir. İstənilən vaxt zəng eləyə bilərsiniz. Fikir ayrılığı varsa bildirin. Mən də çalışaram, yəni öz mövqeyimi sizin fikrinizə görə bildirim. Amma inanıram ki, məndə olan təcrübə imkan verəcək ki, mənə sizin düşündürən çox suallara aydınlıq gətirim. Deməli, kənd adamı fındıq istehsal edir bir məqsədlə ki, yəni məhsul götürüm, məhsulu satım, ondan müəyyən gəlir əldə edeyim. Yeri gəlmişdən qeyd edeyim ki, hal-hazırda kənd təsərrüfatı məhsullarının istehsalından əldə olan gəlirlər vergidən tam azaddır. Qarışdırmayın, bir var torpaq vergisi, bu hamıya aiddir. Biz bunu bugünə qədər də ödəmişik, indən sonra da edəcəyik. Amma o ki qaldı, məsələn, kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərdən vergi, bu ən azından 2027-ci ilin yanvar ayının 1-nə qədər kənd adamı bu vergilərdən azaddır. İstənilən qədər kənd təsərrüfatı məhsulu istehsal eləyib, onu bazara çıxıb satsa, gəlirini də bəyan eləsə, o həmənki gəlirlərdən tam vergidən azaddır. Burası belə. Bəs indi sual ortaya çıxa bilər. Nəyə görə bu məhsulu satan vaxtı sənədləşmə aparılır, qeydiyyatlar aparılır? Çoxlu kənd adamı üzbəüz mən onlarla söhbət edəndə iradlarını bildirir ki, əgər vergiyə cəlb olunmayacaqsa bu sənədləşmə nədən ötürüdür? Mən o mövzunu mümkün qədər qısa formada sizə çatdırmaq istəyirəm.
bizim satdığımız, istehsal edib satdığımız məhsul təbii ki, ən azından 80% ölkədən ixrac olunur. Bizdən bunu alan müəssisələr var. Əsasən fındıq məhsulu konditer məhsullarının, çörək istehsalı məhsulları istehsal edən deməli, müəssisələr tərəfindən alınır. Artıq Avropada, hətta indi Rusiyada da qanunlar var ki, onlara istehsal elədiyi məhsulun tərkibində olan bütün qida məhsullarının keyfiyyətinin izlənməsi proqramı. Yəni, həmən məhsullar harada yetişdirilib, hansı şəraitdə yetişdirilib, kim tərəfindən yetişdirilib, bunlar satıcı tərəfindən tam məlumatlandırılmalıdır. Alıcı müəssisələr, yəni hazır məhsul istehsal edən müəssisələr həmənki sənədlərdən istifadə edib, özlərinin məhsulunun da təhlükəsizliyini təmin edə bilsinlər. Məhz bu səbəbdən bu qədər dəqiqləşməyə artıq ölkələr gedirlər. Azərbaycanda əsasən bu sənədləşməyə cavabdeh olan qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. Bir daha qayıdıram o məsələyə ki, qanunvericiliyin tələblərindən yayınmaq nəticə etibarilə bizi o vəziyyətə gətirib çıxarır ki, biz malı sata, yəni ya da ala bilməyəcəyik. Və belə olan halda da yəni mal istehsalçının əlində çox qalacaq. O da özü nəzərdə tutduğu işləri görə bilməyəcək. Eyni zamanda yəni malı alıb ondan məhsul ixrac eləmək planlaşdıran iş adamlarının işləri də tamamilə pozulacaq. Bəs bu səbəbdən biz məcburuq ki, qanunun tələblərinə sığışaq. Bir daha qayıdıram ona ki, bilirik bu sahədə çox çatışmamazlıqlar var, əngəlliklər var. Bunu biz sizinlə yox, yəni bu qanunu yazanlarla, bu qanunun icrasına nəzarət edənlərlə görüşlərdə mən bunu onlara çatdıracağım ki, bunu mümkün qədər sadələşdirsinlər. Bu bizim ayrı görüşümüzün mövzusudur. Sizdən çox xahiş edirik. Qısa bir 2 ay qalıb artıq, yəni yeni mövsümün başlanmasına, mən nəzərdə tuturam, yəni fındığın istehsalı, onun deməli tədarükü, emalı ilə yeni mövsümdə başlanmaya çox bir az vaxt qalıb. Bu müddətdə bizi narahat edən bütün səbəbləri biz masa üzərinə qoymalıyıq, bu barədə fikirləşməliyik və bizi narahat edən bütün məsələlər ətrafında müzakirələri aparıb, onlara bir çıxış yolu tapmalıyıq. Bu baxımdan bir daha qayıdıram. Kim özünün istehsalından olan fındıq məhsulunu satmaq istəyirsə, alıcı müəssisələrə yaxınlaşanda, alıcılara yaxınlaşanda hökmən şəxsiyyət vəsiqəsini təqdim eləməlidirlər. Telefonda sim kartı təqdim eləməlidirlər. Sim kart öz adlarına olmalıdır. Bir də daha bir, yəni veriləni nəzərə almaq lazımdır. Əgər həmən telefon sahibinin vergi çotu varsa, yəni vöyünü varsa adında, orada alqı-satqıda da yenidən mürəkkəbləşmələr əmələ gətirəcək. Qabaqcadan bunu dəqiqləşdirin. Bir ailədə kimin adına vöyün yoxdursa, həmənki adamlar deməli fındığı satışı onların adına təqdim edin ki, əlavə çətinliklər ortaya çıxmasın. Mən sizi bir daha deyirəm, bu görüşdə mənə istifadə üçün nəzərdə tutduğum 10 dəqiqəlik, 15 dəqiqəlik görüşdən artıq istəmirəm, vaxt uzansın. Hələlik bugün çatdırmaq istədiyim, məni düşündürən məsələlər bunlar idi. Sizin əgər mənə suallarınız varsa, artıq dərəcədə xahiş edirəm, bilavasitə, məsələn, YouTube vasitəsilə sizə çətinlik yaranırsa, mənə aid olan telefon nömrəsi 050-321-33-64-dür. Həmənki nömrədə WhatsApp da var. WhatsApp vasitəsilə suallarınızı verə bilərsiniz. Adicə zəng eləyib, hətta məndən şübhayı da soruşa bilərsiniz nəyisə. Mən əminəm ki, bizim görüşlərimiz baş tutacaq. Bizim bütün məramımız, istəyimiz, yəni kənd təsərrüfatı məhsullarının istehsalında bu fındıqçılıq sahəsində heç olmasa bugünkü səviyyəni qoruyub saxlamaq və sabaha bir suyuna bu səviyyəni daha da inkişaf elətdirməkdir. Diqqətinizə görə sağ olun. Mən çox böyük ümidlərlə gərəsi görüşlər üçün sizdən ayrılıram. Sağ olun.